Herkese selamlar. Bugün 13 fevraldır və artıq bu 4 ay müştəri axtarışı nəticəsində bir mebel biznesi ilə mən əməkdaşlıq etməyə başlayıram artıq və 7 gün ərzində isə test mərhələsi eləyəcəyik. Yəni mən müştərinin Instagram hesabına daha çox müştəri gətirməyə çalışacağam. Yəni bu biznesə daha çox müştəri gətirməyə çalışacağam 7 gün ərzində və əgər ki nəticə olarsa, həqiqətən də bu əməkdaşlığa davam edəcəyik və ümid edirəm ki, həqiqətən də mən bu biznesə daha çox müştəri gətirəcəm, ona daha çox satış gətirəcəm və həqiqətən də amma eyni zamanda isə mən mətbəx stolları satan da bir biznesin Instagram hesabını hələ də idarə etməyə davam edirəm və indi isə ikinci real müştərim, yəni mebel biznesi ilə əməkdaşlıq etməyə başlayacağam çox yaxın zamanlarda və yenə dediyim kimi 7 gün ərzində test mərhələsi olacaq və əgər ki nəticə olarsa, bu əməkdaşlığa davam edəcəyik. Ümid edirəm ki, yəni həqiqətən də mən bunu bacaracağam, yəni müştərinin Instagram hesabına daha çox müştəri gətirəcəm və həqiqətən də bunu bacaracağıma inanıram və yenə dediyim kimi durmayacağam, yenə də çalışacağam və indi isə videonun əsas mövzusuna keçmək istəyirəm. Hədəflərinə doğru irəliləyən insanların qarşısına bəzən çox böyük çətinliklər çıxır, amma əsas məsələ bu çətinliklərə qarşı yenə də davam etməkdir. Bu çətinliklər nə qədər böyük olursa olsun, əslində bu çətinliklər çox kiçik bir şeydir. Sadəcə özünə güvənməyən insanlar bu çətinlikləri görüb, öz zehinlərində bunu böyüdərək geri çəkirlər və rahatlıq zonasına düçar olurlar və heç bir çətinliyi keçmək istəmirlər, amma həqiqətən də hədəflərinə doğru irəliləyən insanlar, yəni əsl uğur qazanmaq istəyən insanlar bu çətinliklərə rəğmən yenə də hər gün disiplinli bir şəkildə davam edən insanlardır. Bu insanlar üçün isə çətinliklər sadəcə güclənmək üçün bir vasitədir. Onlar bu çətinliklərə rəğmən yenə də hər gün addım atırlar və qarşılarına çıxan çətinlikləri isə hər gün disiplinli bir şəkildə yox eləyirlər və növbəti mərhələyə keçirlər. Və əgər ki, siz də hədəflərinizə doğru irəliləyən bir insansınızsa, qarşınıza çıxan çətinlikləri kiçik bir güclənmək vasitəsi kimi görüb, bunların üzərinə gedin. Və indi isə mən sizə bir qaydadan danışmaq istəyirəm və ümid edirəm ki, həqiqətən də bu qayda sizin üçün çox faydalı bir qayda olmuş olacaq və bu qaydanın adı isə 40% qaydasıdır. Hədəflərinə doğru irəliləyən hər bir insan təbii ki, bəzi vaxtlar yorulur və əsas məqsəd isə burada yenə də yorulduğunuz anda belə hər gün disiplinli bir şəkildə yorulsanız da, yorulmasanız da hər gün davam etməkdir. Amma özünə inanmayan bir çox insan isə hədəflərini irəliləyən yolda yorulur və ağıllarında mənfi düşüncələr ona rahatlamaq lazım olduğunu söyləyir, geri çəkilmək lazım olduğunu söyləyir və özünə inanmayan insanlar isə bu mənfi düşüncələri düşünüb artıq geri çəkilir, biraz rahatlayır və artıq heç bir addım atmaq belə istəmir. Amma əsl uğur qazanmaq istəyən bir insan isə yorulduğu anda belə yenə davam etmək istəyən bir insandır. Çünki bir insan hədəflərinə doğru irəliləyirsə və bir andan sonra, bir müddətdən sonra yorulmağa başlayırsa, o ağlında sadəcə içindəki potensialın sadəcə və sadəcə 40%-in istifadə etdiyini düşünür və geri qalan 60%-ni istifadə etmək üçün hər gün disiplinli bir şəkildə çalışır. Yəni, buradan da nəticə gəlmək olur ki, siz əgər ki, hədəfləriniz üçün hər gün çalışırsınızsa, siz sadəcə hədəflərinizə doğru irəliləyəndə və yorulursunuzsa, siz sadəcə bədəninizdəki o gerçək potensialın sadəcə və sadəcə 40%-ni istifadə etmişsiniz. Geri qalan 60%-ni isə siz sadəcə bu zehninizdəki bu mənfi düşüncələri sındırıb, yəni bir kənara atıb, sadəcə irəliyə baxmaq lazım olmalısınız və zehniniz sizi artıq geri çəkməyə lazım olduğunu söyləyəndə, siz yenə də qarşıya baxıb hər gün disiplinli bir şəkildə yorulsanız da, yorulmasanız da hər gün addım atmalısınız. Və bu qayda həqiqətən də, bu qaydanı mən özüm də tətbiq edirəm və bəzən bu qayda həqiqətən də hər bir sahədə keçərlidir. İdman olsun və yaxud da ağlınızda bir ideya olsun və yaxud da bir bacarığı inkişaf etdirmək olsun və əgər ki, siz hədəflərinizə doğru irəliləyən bir insansınızsa və hədəflərinizə doğru irəliləyərkən bəzən yorulursunuzsa, sizin özünüzdən sual soruşmanız lazımdır və bu sual isə budur. Mən 40%-mi istifadə etmişəm, yoxsa geri qalan 60%-mi istifadə etmək üçün hər gün çalışacağam? Bu sualdan sonra siz həqiqətən də inkişaf etmiş olacaqsınız və əgər ki, siz
həqiqətən də hədəflərinizə doğru irəliləyən bir insansınızsa və bəzən yorulursunuzsa, amma bu yorulmağa rəğmən yenə də hər gün disiplinli bir şəkildə davam eləyirsinizsə, məsələn, hər gün idman edirsinizsə və yaxud da hər gün o hədəflərinizi reallaşdırmaq üçün hər gün kiçik-kiçik addımlar atırsınızsa, siz həqiqətən də o geri qalan 60%-də istifadə etməyi istəyən bir insansınız. Və bunu da bilmənizi istəyirəm ki, bir çox insan qarşısına hədəf qoyur və bu hədəfə doğru hər gün irəliləyir və bir müddətdən sonra isə yorulmağa başlayır. Amma onlar heç düşünmürlər ki, içlərindəki bu gerçək potensialın sadəcə 40%-ni istifadə ediblər. Amma həqiqətən də əsl hədəflərinə doğru irəliləyən bir insan isə geri qalan o 60%-i istifadə etmək üçün hər gün çalışır. Amma bir çox insan isə heç 40%-ni belə eləyə bilmir. Ona görə də siz əgər ki, hədəflərinizi ciddiyə alan insansınızsa, hər gün disiplinli bir şəkildə istəsəniz də, istəməsəniz də, yorulsanız da, yorulmasanız da, qarşınızda bir çətinlik olsa da, olmasa da, siz hər gün davam etməlisiniz. Və son söz olaraq da bunu söyləmək istəyirəm ki, əgər ki, mənim bu videom həqiqətən də sizin üçün çox faydalı bir video hesab olundusa, və həqiqətən də mənim üçün çox gözəl bir şeydir. Sağ olun, özünüzə yaxşı baxın, gələcək videolarda görüşmək ümidi ilə.